Hər vaxtınız xeyir olsun. Bu dəfə birlikdə zoğal mürəbbəsi hazırlayırıq. Bunun üçün 4 kiloqram zoğalım var idi və zoğallarımı yaxşı-yaxşı yudum. Daha sonra isə bir ləyənin içərisinə 2 stakan su əlavə edirəm və 4 kilo şəkər tozu əlavə edirəm. Yaxşı-yaxşı qarışdırıb və modda dayanmadan qarışdıraraq şəkəri tozunu əridirəm və qaynadıram. Şəkər tozu tam belə aşağı-aşağı qaynamağa başladıqdan sonra isə üzərinə meyvələrimi əlavə edirəm. Qeyd edim ki, mənim zoğalım biraz çox turşu idi. Ona görə də şəkər tozunu 4 kiloqram istifadə etdim. Əgər meyvəniz şirin olarsa, soklu, dənli meyvə olarsa 3 kilo, 3 kiloqram yarımda şəkər tozu istifadə edə bilərsiniz. Videoda gördüyünüz şəkildə qaynadıqdan sonra üzərinə meyvələri əlavə etdim və qaşıq vurmuram, kəfkir vurmuram, çünki meyvələrim dağılar. Sadəcə qazanın kənarlarından yelləyərək meyvələrin şərbətə hopmasına köməklik göstərirəm. Meyvələr şərbətə hopduqdan sonra 3-4 dəqiqə qaynadıram və altını tam şəkildə söndürüb soyuması üçün saxlayıram. Meyvələrim tam soyuduqdan sonra isə gürodda təkrar altını yandırıram və bişənə qədər təxminən 20-25 dəqiqə qaynadıram. Son halını sizə göstərəcəm, hansı şəkilə qədər qaynamalıdır. Bişən zaman üzərində kəfləri yaranmağa başlayır və bu kəfləri də yığırıq. Sonda isə qalan kəflər də olarsa, onları da salfetka köməkliyi ilə göstərə bilərsiniz. Bu videoda onu etməsəm də, digər videolarımda, mürəbbə videolarımda göstərmişəm. İstəsəniz oradan da baxa bilərsiniz. Videoda gördüyünüz şəkildə qaynanmış halıdır. Üzərində deşiklər yaranır. Bu hala gəldikdən sonra isə altını söndürürük, soyuduruq. Soyuduqdan sonra isə bankalarımıza doldururuq.